Bu da indi yenə trolla yazacaqlar ki, yox, Azərbaycanda polis belə davranmır. Diqqət edin, baxın görün polis insan necə davranır, baxın. Səsə qulaq asaq. Bircə saniyə. Alo. Bəli. Salam Sevinç xanım. Sizə vəsiqə demişdim, 2 gün şəxsiyyət vəsiqəsi. Niyə atmırsınız? Niyə atmalıyam ki? Günə başladı, niyə atmalıyam? Şəxsiyyəti təsdiq edən sənət olmalıdır. Bilməliyik kimdir. Kim prokurorluğa gedir. Bilmirsən, niyə atmalısan? Siz mənə niyə bildiriş vermədiniz ki? Şəxsiyyət vəsiqə atmaya, mən nəql danışma. Gəlin sən orada basın başına gətirərəm bura. Baxın dostlar, qanunsuz iş görüb polis çağırış göndərmir. Namizəd də xahiş edirəm ona indi hazır olası buna deməyə. Fikrinizi bilmək istəyirəm. Demək, sosial şəbəkələr bununla partlayır. Bu polisin adı Bayram Möhlət Mühəbbətoğlu deyirlər. Yazırlar ki, Sabirabad rayonun polis şöbəsinin polis əməkdaşıdır. Qazi anasından gör necə danışır. Ana hər halda hər nə olur olsun. Bütün hallarda çağırış vərəqəsi göndərməz. Halbuki heç kimsəyə çağırış vərəqələri göndərmirlər. Baxın, diqqət edin. Diqqət edin, gör nə deyir. Baxsın bir qanacaqsın. Deyəsən, başın qaçı bana. Şəxsiyyət gətirərəm bura. Qanacaqsın bir qanacaqsın. Deyəsən, başın qaçı bana. Bilmirsən, niyə atmalısan? Siz mənə niyə bildiriş vermədiniz ki? Şəxsiyyət vəsiqə atmaya, mən nəql danışma. Gəlin sən orada basın başına gətirərəm bura. Qanacaqsın bir qanacaqsın. Deyəsən, başın qaçı bana. Şəxsiyyət Bax, indi dostlar, baxın görün qanacaqsız o polis mayorudumu və ya da polis məmurudumu, yoxsa bu anadımı? Nə deyir, şəxsiyyət vəsiqəm niyə verirsən, mənə bildiriş vərəqi göndər, deyir, başın qaçıb, gəl sənin maşına basıb apararam. Demək, bunlara bütün bu səlahiyyətləri prezident verib da. Prezident hər dəfə çıxışında deyir ki, mən polis nə indir eləsin, onu cəzalandırmayacağım. Ona görə ondan irəli gələrək görün nə deyir. Deyir ki, gəlib sənin maşına basıb gətirərəm. Canvarlara indi qulaq asın. Siz mənə niyə bildiriş vermədiniz ki? Şəxsiyyət vəsiqə atmaya, mən nəql danışma. Gəlin sən orada basın başına gətirərəm bura. Qanacaqsın bir qanacaqsın. Deyəsən, başın qaçı bana. Şəxsiyyət vəsiqə atmaya götürəcək bura. Mənim hüququm çatır, axı mən sorub bilməliyəm. Deyirəm, şəxsiyyət vəsiqə göndər bura. Heç danışmağa qoymur. Deyir ki, mənim hüququm çatır. Dənizə demək deyir, yox, sən şəxsiyyət vəsiqəni gətir, gəl bura. Özdə anqıra-anqıra, eşcək kimi anqıra-anqıra. Diqqət edin. Bura dedi. Hüququ çatır. Hüququn var sən. Bax, qəşəng dedi. Bax, Namizəd bəy, bunu yadını salır, xahiş edir. Hüququn var sənin. Mən təhsil idarəsində tərbiyəsiz bir tərbiyəsiz. Dedi, xoş danışdıqdan ağlın başından gedir sən. Deməli, ana sakit danışan bir qadındır, bir anadır. Hər halda hər kim olur olsun. Müəllimədir, müəllimə. Müəllimə, bir vətəndaşdır da. Bir vətəndaşdır. Görün necə danışır onlar. O da deyir ki, mən təhsil şöbəsindən, diqqət. Mən təhsil idarəsinə tabiyəm. Təhsil idarəsinə tabiyəm. Yəni, olduqca mədəni bir insanda müəllimədir də. Gör, o necə davranır. Şəxsiyyət vəsiqə gətirərsə, tox yer təhsil idarə. Gördünüz mü? Dostlar, tonu görürsünüzmü? Hikkəni görürsünüzmü? Tox yer deyir sənin təhsil idarən. Diqqətlə qulaq asın. Şəxsiyyət vəsiqə göndər bura, yedəkbər gözləyirəm, dedi o. Özün dedin ki, ali təhsilim var, ali təhsilim var. Deyirəm ki, şəxsiyyət vəsiqə göndər bura. Siz mənim bunu hərəkətə görə cavab verəsiniz. Ay, ged əlinə gəlir, şəxsiyyət vəsiqə göndər bura deyirəm sən. Baxın, ən sonunda nə deyir? Ged əlindən nə gəlir elə. Çünki bu ölkədə qanun yox, bu ölkədə arxamızda duran var. Ona görə namizəd də xahiş edirəm bir fikrinizi deyin. Deməli, qanacaqsız deyir, ana. Baxın, ana bir qadın, bir vətəndaş. Hüququ tapdanlar nə etməlidir? Polisə müraciət etməlidir. Polisdə də belə qarşılanırsa insan nə etməlidir? Yəni, nə cür davranmalı namizəd bəy? Bir hüquqşünas olaraq buyurun, xahiş edirəm. Fikrinizi deyin. Məni bilirsiniz, daha çox burada nə maraqlandırır? Bir məmurun, hakimiyyət nümayəndəsinin, səlahiyyətli bir şəxsin vətəndaşla danışığı. Bu, bütün ölkə üçün spesifik, nümunə olan bir məsələdir. Mən sizə inandırıram ki, bütün məmurlar, o səlahiyyətli şəxslər vətəndaşlarımızla məhz bu tonda danışırlar. Bu hədə qorxu ilə danışırlar. Bu, elə bilməyin ki, tək bir bu faktdır. İndi mən sizə inandırım ki, Daxili İşlər Nazirliyi və yaxud da hakimiyyətin digər strukturları, prokurorluq bir dəqiqənin içində o şəxsin orqanlardan xaric olunmalıdır. Həmən şəxsin əlindən səlahiyyətlərin hamısı alınmalıdır.
Bax, heç kim ona dəyib toxunmayacaqdır. Əksinə, onu çağırıb mükafatlandıracaqlar, onun vəzifəsini qaldıracaqlar ki, qoy digərlərinə də dərs olsun ki, vətəndaş ölməlidir. Vətəndaş hakimiyyət orqanının qarşısında danışa bilməz, öz hüquqlarını tələb edə bilməz. Vətəndaşın hüququ yoxdur. Görürsən, açıq şəkildə dedi, sənin heç bir hüququn yoxdur. Get hara şikayət edirsən elə, burada mənəm. Və o əmindir ki, ona o hüquq verilibdir. O heç kimdən qorxmur. O bilir ki, bütün dövlət orqanları onun arxasında dayanacaqlar. Ona görə hələ addım atır. Özü də deyim ki, sizə bu fakt tək faktlar deyil. Hər gün Azərbaycanın dövlət orqanlarında rast gəlinən bir ümumi haldır. Vətəndaşlarla məhz bu formada danışırlar. Vətəndaşlarla məhz bu rəftar edirlər. Onlara bildirmək istəyirlər ki, sizin heç bir hüququnuz yoxdur. Və biz reallıqda da görürük ki, həqiqətən də nə qədər deyim olar ki, bu ölkədə insanlar acından ölür. Çörək puluna həsrət olan 10 minlərlə vətəndaşımız var. Heç hakimiyyətin kefinə də deyil.